İndi isə kəsirlər üzərində müxtəlif əməllərə baxacağıq. Kəsirlər üzərində toplama, çıxma, vurma və bölmə əməlləri aparıla bilər. İndi isə biz eyni məxrəci kəsirlərin toplanma və çıxılmasını gəlib müzakirə edək. Tutaq ki, 17-də yazıb 5, üzərinə gəl 17-də 2. Necə olur bu? 17-də 7. 18-də 13 çıxılsın 18-də 5. Necə olur bu? 18-də 8. Baxın uşaqlar, deməli necə oldu? Məxrəc eynidirsə, toplayanda da məxrəc eyni qalır, çıxanda da məxrəc eyni qalır. Ona görə bunları mütləq nəzərdə saxlayın. Məsələn, yazır 10-da 7, üstünə gəl 15-də 2. Fərqli məxrəcli, yəni məxrəcləri eyni olmayan kəsirlərin toplanması necə olur? Eyni məxrəcə gətirməklə. Məsələn, mən 10 və 15-i necə eyni məxrəcə gətirə bilərəm? Bunu həm əkob vasitəsilə eləyə bilərsiniz. 10 və 15-i əkob hesablayın. Tutaq ki, mən hesabladım ki, 10 və 15-i əkob 30-dur. İndi mən bunları 30-a gətirməliyim. 30-a gətirmək üçün onu neçəyə vurmaq lazımdır? 3-ə. Sən o zaman 7-ni də 3-ə vuracaqsan. Məsələn, 15-i 30 etmək üçün neçəyə vurmaq lazımdır? 2-yə. Onda sən bu 2-ni də 2-yə vuracaqsan. Hesablayırsan, 7 vur 3, 21. Arada hansı əməldir? Toplama, topla. 2-ni 2-yə vur 4. Oldu, 30-da 25. Bir dənə çıxması ilə bağlı suala baxalım. Məsələn, deyir 9-da 7 çıxılsın 6-da 1. 9 və 6-ya əkob hesabla və yaxud da əgər bilirsənsə, özün 9 və 6-nın bölünən ən kiçik ədədi hesabla. Məsələn, 18-dir bu. 18-dirsə, əkob hesablayırsan, məsələn, tapdın ki, 18-dir. 9-u 18 eləmək üçün neçəyə vurmaq lazım? 2-yə vurmaq lazım. 6-nı 18 eləmək üçün neçəyə vurmaq lazım? 3-ə vurmaq lazım. 7, 2-nin 14, 1 3-ün də 3. Hesabladıq, cavab qaldı 18-də 11. Belə hallarla qarşılaşa bilərik. Ta ki, 3 minus 1 tam 2-də 1. Bunu necə çıxırıq? Belə eləyə bilərsiniz. İstəsəz 3-ü bu cür göstərə bilərsiniz. 1 vahid azaldırsınız, 2 eləyirsiniz. Sonra o azaltdığımız 1 vahid ki var, həmin o 1 vahidi 2-də 2 şəklində yazırıq. Bu 2-yə görə 2-də 2 yazırıq. Çünki 2 bölü 2 1-dir, 2-nin də üstə 1 gəlir, həqiqətən görürsünüz 3-ə tamamlandı. Və buradan çıxacaq 1 tam 2-də 1-i. Necə çıxırıq? Əvvəlcə tamları çıxırıq, 2-dən 1-i çıxırıq, 1 qalır. Burada da 2 məxrəcdədir, 2 qalacaq məxrəcdə, 2-dən də 1 çıxanda burada da 1 qalır. Vəssalam. Məsələn, yazır ki, 5 çıxılsın 1 tam 7-də 2. Məsələn, 5-i necə göstərək? 1 vahid azaldaq, eləyək 4. O 1 vahidi 7-də 7 şəklində göstərək. Çünki eyni məxrəcə gətirmək üçün. Oradan da çıxır 1 tam 7-də 2-ni. 4-dən 1 çıxsam nə qalır? 3. 7 harada olacaq məxrəcdə? 7-dən 2 çıxsam nə qalır? 5. O da oldu 3 tam 7-də 5. Toplama və çıxma ilə bağlı olan müxtəlif nümunələrimizdir. Vurma necədir bəs? Məsələn, 8-də 5 vurulsun 7-də 4-ə. Deyir, bu vurma əməlini yerinə yetir. Necə yerinə yetiririk? İlk növbədə vurma əməli zamanı bizə ixtisar termini daxil olur. İxtisar termini nə deməkdir? Necə aparılır? İxtisar, yəni ortaq bölənləri ixtisara salmaqdır, sadələşdirməkdir. Misal üçün, 8 və 4, hər ikisi 4-ə ixtisar edir, yəni hər ikisi 4 ortaq böləndir. Onda hər birini 4-ə bölürük. Burada 2 qalır, burada 1 qalır. 2 7-yə vurulacaq, 14 olacaq. 5 1-ə vurulacaq, 5 olacaq. Cavab oldu 14-də 5. Məsələn, 20-də 17 vurulsun 85-də 15. 17 və 85 hər ikisi 17-yə ixtisar edir. Burada 1, burada 5 qalır. Bunlar hər ikisi 5-ə ixtisar edir. Burada 4, burada 3 qalır. 4-ü 5-ə vururam 20, 1-i də 3-ə vururam 3 oldu cavab 20-də 3. Məsələn, deyir ki, 6 tamını vur 4-də 3-ə. Bunu vurmaq üçün nə edirik? 6-nın məxrəcinə dərhal 1 yazırıq, vururuq 4-də 3-ə. Ondan sonra nə olur? 6 və 4 ixtisar edir 2-yə. Burada 3 qalır, burada 2 qalır. 1-i 2-yə vursan 2, 3-ü də 3-ə vursan 9 olmuş olacaq. Yəni 2-də 9 olacaq burada da. Sonra isə keçək digər slaydımıza. Burada müxtəlif nümunələrdir. Bu nümunələrlə bağlı müxtəlif izahlar verdim. Gəlin indi ayrı-ayrıda baxaq. Məsələn, əvvəlcə 2 qarışıq ədədin toplanmasıdır. Onları toplamaq üçün əvvəlcə tam hissələrini toplamaq lazımdır. Yəni 5 ilə 3-ü toplayaraq neçə yazarıq bura? 8 yazarıq. Sonra əlavə edirik. Burada mötərəzdə 15-də 1 ilə də 4-də 3 toplayırıq. 15 və 4 üçün ortaq məxrəc, yəni bunu əkob olaraq eləyə bilərsiniz. Məsələn, əkob 15, 4. Siz bilirsiniz ki, 15 və 4-ün ortaq böləni yoxdur. Onda biz bunlara qarşılıqlı sadə ədədlər deyirik. Qarşılıqlı sadə ədədlərin də əkobu hasillərinə bərabərdir. Yəni 15-i 4-ə vururam, 60 edir. 60 etmək üçün biz bilməliyik ki, bunu neçəyə vurmaq lazımdır? 4-ə. Bunu neçə vururuq? 15-ə. Onda surətlərini də 15-ə vuracağıq. 60,
1 vur 4, 4 eləyir. 3 vur 15, 45 eləyir. Oldu 60-da 49. Yəni ümumilikdə 8,60-da 49 olmuş olacaq cavabımız. Sonra qarışıq kəsrlərin vurulmasıdır. Düzgün olmayan kəsrə çevirməliyik. Yadda saxlayın. Əgər qarışıq ədəddirsə, tam və kəsr hissəsi varsa, ilk növbədə onu biz çevirməliyik düzgün olmayan kəsrə. Gəlin çevirək düzgün olmayan kəsrə. Məsələn 5 məxrəcdə qalacaq. 4-ü 5-ə vururuq 20, üzərinə də 1 əlavə edirik 21. 4 məxrəcdə qalacaq, 2-ni 4-ə vururuq 8, üzərinə də 3 əlavə edirik 11. 21 burada, 4 də burada qalmış olacaq. 4-lər əvvəlcə ixtisar gedir, burada da 21-lər ixtisar gedir, yekunda qalır 5 də 11. Əgər istəsəniz bunu düzgün olmayan kəsrə çevirə bilərik. Gəl məsələn çevirək, 11 bölünsün 5. Görək 11-in içində neçə 5 var? 2 5 var, 10 eləyir. Buradan da çıxanda 1 qalıq qalır. Burada bildiyimiz kimi 2 tamdır, 5 məxrəcdədir, 1 də qalıqda surətə yazılır. Keçək indi bu suallara baxaq. 3,2-də 1. Çevirək düzgün olmayan kəsrə 2-də, 3 vur 2, 6, üzərinə 1, 7. Yadda saxlayın yoldaşlar, əgər bölmə əməli varsa, bölmə belə aparılır. Birinci, vurmaya çevrilir, böl 4-də 3 deyilmi? Vurmaya çevirib, sonra yerlərini dəyişirik. 3 aşağı düşür, 4-də yuxarı qalxır. Onu da vururuq. 7 məxrəcdə qalacaq. 4-ü 7-yə vursaq 28, üstünə də 5 əlavə etsək 33 olacaq. 7-lər ixtisara gedir. 3 və 33 ixtisara gedir. Burada 1, burada 11 qalır. 2 və 4 ixtisara gedir. Burada 1, burada 2 qalır. Yekunda məxrəcdə bir şey qalmadı. Surətlərdə 2 və 11 qaldığına görə onları bir-birinə vurub 22 alırıq cavabı. Bunlar da kəsrlər üzərində əməllərə aid müxtəlif nümunələr.